Salam. Bu gün Güvən nəşrlərinin 10-cu siniflər üçün təşkil etdiyi blok sınağının 79-cu sualını izah edirəm. Şifahi xalq ədəbiyyatına aid uçdu-uçdu astiaq əsərlərinin janrlarını soruşur. İlk öncə mən oyunlar haqqında məlumat vermək istəyirəm. Demək, oyunlar özləri iki yerə bölünürdü. Biri var oturaq oyunlar, bir də hərəkətli oyunlar. Bunları necə yadda saxlamaq lazımdır? Demək, bunların baş hərflərini kod kimi yadımızda saxlaya bilərik. Bunu necə edirik? Oturaq oyunları bilmək üçün ilk öncə onların adlarını sadalayaq. Demək, uçdu, lal dinməz və əl üstə kimin əli. Bunu ulək kimi yadınızda saxlaya bilərsiniz. Və hərəkətli oyunları sadalayaq. Dəyirman, xəndəyə düşmə və dəsmalı bir. Demək, DXD hərəkətli oyunlardır, ula isə oturaq oyunlardır. Astiaq, Tomris, ondan sonra Nuh Peyğəmbər isə rəvayətlərə daxildir, yəni tarixi şəxsiyyətlərlə bağlı rəvayətlərdir. Yəni bu cavabda oyun və rəvayəti seçirik.